cahanın insana, geleceğe inansan, talebe, talebe, talebe. Çok çok adi dolanan, dünyaya cahanın insana, geleceğe inansan, talebe, talebe, talebe. Sızlar ya da düşer de yüreğimi telleri, o mehriban, o aziz teleberilleri. Hay eşit. Hoş gördük birinizi. Ben çok şadam ki siz Agrar Üniversitetin bu gününü görürsünüz. Məhrəm yoxdur. Məhrəm olaraq deyil. Agronom kim? Ben bunları bu hikaye qonaq edeceğim. O sizin kilafirənkidə məhrəmi dinə tez çağırsınlar bura. Desin çayındaki limonun çayını zaten alsın koysun. Deyirlər, yəni baxın, vaxt vardı burada yardımcıdan, lirikdən heç bir uşaq oxumurdu. 3 il bundan qabaq. Ancaq indi hərəsindən 5-6 nəfər bura qəbul olunubdur, məqsədli. Yəni bu məqsədli qəbul kənd təsərrüfatına çox vacibdir. Hər bir rayonun baytar həkiminə ehtiyacı var, aqronoma ehtiyacı var. Hər 600 hektara bir aqronom düşür, dövlət standartına görə. Bu gün bizim 1200-dən çox aqronoma ölkədə ehtiyac var. Bu il gəlmişdilər, misal üçün Hacı Camalxan firması var. Dostlar adına sizə və sizin komandaya rəhbərlik etdiyiniz bu komandanın, bütün müəllimlərin hamısına öz minnətdarlığımızı bildiririk. Uşaqlar hamısını öpdü, hatta görürüz ki, bir ikisinin sifəti dəyişir, qalanların hamısı sifəti dəyişir. Böyük nimətdir ki, ən çox əziyyət verdiyim uşaqdır Teymur. Girəndə yürüdü qalıb uzaqladı, deyir ki, məni göndərdin, getmə televizyon, indi alın başına gəlsin. Ən böyük nimət budur, insan üçün. Hamıza can sağlık. Ben bunlara ilk təsdiq ediyim qrupu hamısına deməsəndə bir qrupuna deyəcəm, amma bunların əksəriyyətən tələbə inşaatda olmuşam, bircə epizodda qoyduğusunlar. Yəni, hamı Teymurdan deyil, 100 gün bana deyil, mən zamanlı komandir edir. Bana deyirlər, ikinci zamanlı komandir qeyd olur. Bunda bir Fransız kostyumu vardı qəşə, elə bir onda baya vuruşlar. Arkasa göyə, qarsuku da bular, gedər kənd-kənd deyil, mən zamanlı komandirəm. Bu onu tanımırlar, zamanlı komandir kimi burada Saska uçur qabağına, Katib uçur qabağına, olur. Bana deyirlər, ayrı bir komandir gəlibsin. Çünki bizim orada xəbəri yox. Kim, orada, burada, taxtım gördüm burada. Kəndim kitaba, götürüm zəng yedim, Azarov etibara ki, qovura. Allah'ın yaxşı oğlan, yıxılın stolun orada. Bu çok bölgün qatildir. Arzu edirəm, probleminiz həyatda az olsun, canınız sağlam olsun. Həmişə bu üniversitetin qapısı sizin üzrə açıqdır. Bu da doğmadır da siz üçün. Buranın diplomuna kölə yiyirsə, adam öz yediği qabı həmişə çox istəyir. Və sizə can sağlığı arzusu. Cahanın insana, geleceğe inansan, talebe, talebe, talebe. Çok çok adi dolanan, dünyaya cahanın insana, geleceğe inansan, talebe, talebe, talebe. Sızlar ya da düşer de yüreğimi telleri, o mehriban, o aziz teleberilleri. Hay eşitsen hay veren, qəmini saklayan, gizleyen, sevincinden pay veren, talebe, talebe, talebe. Hay
eşitsə hay verən, qəmini saxlayan, gizləyən, sevincindən pay verən, tələbə, 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 sızlar yadan düşəndə, ürəyimi tellədi, o mehriban, o əziz, tələbəlilərdi. Sızlar yadan düşəndə, ürəyimi tellədi, o mehriban, o əziz, tələbəlilərdi. Məktəbə müəllimi Arif Rəhimzadə mərkəzində sərbaşıdır. Mən məktəbə müəllimi bəzənliyə şəhərin baxıma biraz getdikdən sonra tapla baxası çox yaxşı saat verdim. Dəyiş. Listi dəyişəndə komandirovka götürdü, getdi Moskvaya. Hadi ben məni niyə qoyursun? Amma əskərdən gələndən sonra Quran anlasın. Dedim, Allah sənin öyrənləri rəhmət edəsin. Gittim əskəri baxdım, bu da adam var, 110 kilo. Mənim toylarım olmuş, yetmiş. Bu gördüğümüz otaqlarda çəkilən zəhmət, həqiqətən də böyük zəhmətdir. Özünüz doğrudan da o bir var eşidəsiniz, eşitmələri şeydir. İndi öz gözünüzlə görürsünüz, bax bunların hamısı zəhmətdir. Mail əlimizdə yolluyor. Ekran, bütün indi otaqlarda göreceksiniz. Kompüterlə interaktiv dərslər. Mən bu yaşımda kompüterlə işləyirəm. Bütün dərslərimiz gələcək mənim otağıma göreceksiniz. Mən həm kabinetimdə, həm laboratoriyada. Laboratoriyada uşaq oturub dərs keçir, kompüteri çağırır, kompüterdə oturub işləyirəm, uşaqlarla beraber, mənlə beraber onu işləyirəm. Prosesi görürlər. Düz qabaqlar gedir, deyərinizlə ne deyirdiniz, onu bilirdiniz. İndi daha bu imkanlarımız biraz məhduddur. Düz yanımızda bax sağlamışıq. Amma orada o gedən prosesləri çəkdirmişəm hamısını verirəm uşaq heç olmasa onu görür, sonra dəlindən burada oturur işləyir. Gediyor, şöyle bana Hüseyin ben bir dəqiqəsi nəfər tələbədən götür, mənim gözüm üstər. Ben daha pis iş oldu ki, sürmələr çoxdur. Xəstəliklə mübarizə apara bilmirik. Orada bırakmadır. Orada görsən necə bir formada yerişir. Mən zalağa burada ölgənmişəm. Burada çoxlu məhsullarımız var idi, ağaçlarımız var idi. Köçən... Dünyaya, cehana, insana geleceğe inansan Tələbə, tələbə, tələbə Çok çok adi dolanan Dünyaya, cehana, insana geleceğe inansan Tələbə, tələbə, tələbə Sızlar ya da düşəndə Ürəyimi tellərim mehriban, o aziz, tələbəlilərdi. Hay eşitsəm, hay verən, qəmini saxlayan, gizləyən, sevincindən pay verən, tələbə, tələbə, tələbə Hay eşitsə, hay verən Qəmini saxlayan, gizləyən Sevincindən pay verən Tələbə, tələbə, tələbə Sızlar yana düşəndə Ürəyimi
İskender müəllim. Şart birində var. Sen de bileceğini gör, bir de her yerini bil. Ve sen haradaydı? Sakin ol. Bunlarla mən rəhmətli atası ilə hələ tanışlığım vardı. Sonra bunlar, bu mənim toyumda olub Ağdamda. Yadına çıxmış ki. Abi ben görüyorum. Etirhamın kızının Etirhamın oğlunun toyunda gelmiş de Nizami. Etirhamın oğlunun toyunda ikisi de geldi. Şimdi uşaq bir de yine değiştiler. Görün Nizamiyyət dansıdı, Sepət dansıdı. Yox, onda ağırdır. O biraz değişir. Sən Kəzərvan adam. Çok değişir. Hadi. Ben de böyle sen bunu çağırsın. Öyle çağırsın yok diyor. Eyvallah. Çağırsın işte öyle. Çağırsın ben. Ben çağırsın ben. Adamlar pullayır da. Sağ ol. Sen abi nasılsın? Ben. Ne yaxşı. Gel yürü gel olsun bak. Gel. Bırak gelsin bırak sal versin. Serdar. Gel bak Serdar. Yerinizde oturun zahmetler. Sen orada kulakın görüştün. Sen getir. Sen ona Verinin öndürüyor. sen daha iyi. Elle hızlı. Baba. Zahir elle. Bu sarmazsak. Tanımırsan ki. O vaxtda Trafiko. O göreyim ben tanıyayım. Onların da sanmıyor kimdi. Telever. Değil mi? Temur oldu. Temurlar işlenmezler. Ama oturma. Onu eşitsin de. Baklı. Kaka. Geldi bey. Ben yapımı bağlayacağım. Yok ne değil ben. Bir saatten sonra, 2 saatten sonra sen zengin. Otursun sakit otursun. Ya da birinin önünde değil ya. Remin ne kadar kalmış? 94. O simi de var mağarada. Her bir oranda Remin ne kadar kalmış? Yağı Bey'in oğludur. Şerebe. Hem Durbağı'nın oğludur. İnşallah. Bu da İdris Ov değil. Otur. Buradan otur. Buradan otur. Hadi otur. Kaçıncı bırak. Sen buradan otur. Yok yok başta yok. Hayır buraya gel. Aşı buraya gel. Gel buraya dene Bazı. Gel otur orada. Gel buraya. Ha, Rafik. Hay Rafik. Emrah deyirəm ki, icazə versəniz, Gəncədə yaşayan Gəncə sakini kimi sizin hamınıza xoş gəldin edirəm. Bu 25 illik vaxtın nətər keçməsi mənim üçün elə bir ki, bir göz qırpımı olubdur. Amma hamımız dəyişmişik. Bəyək bizim hörmətli akademikin o gözəl bir sözü oldu orada. Dedi ki, insan zahirən dəyişsə də daxilən dəyişməyək. Şükür Allah'a ki, daxilən dəyişməmişik pisliyə doğru. Hamımız saf insanlar bu gün burada iştirak edenler. Hamınız yenidirim, hoş gəlmişsiniz. Allah'ın bu günlər çox şükür ki, hamımız sağ salamatıq bu günlər burada toplaşa bilmişik. Allah imkan versin, indən sonra da
topalaşa bilək. Tamam. Başlayın yoldaşlarla kim gəlsə davam edəcək yollar. Allah senden razı olsun. Şimdi bilsem ne var? O yaşlı öldü. O yaşlı öldü. Ama ben sizinle fəxr edirəm. Sizle yaşayıram, birdən əfərim. Hamınızın sağlığınızı içirəm. Bir-birinizin qədrini bilin. Mən tələbələrimə indi də deyirəm ki, həyat trampolindir. Bu günləri bilməyin ki, bax o səndən zəifdir. Hər cəhətdən, iqtisad cəhətdən də, mənəvi cəhətdən də, hər şeydən. Ola bilər ki, onun qapısını döyərsən. Ola bilər, ömründə həyat belə mürəkkəbdir. Ona görə buradasan. Onun var deyim bu qapı. Çox sağ ol şey. Sağ ol. Hamınızın sağlığınıza gitsin. Ay yoldaşlar, Fəryad salam söylüyor. Sağ ol. Onun oğlunun toy olduğuna göre bugün iştirak edebilmir. bilmir. Hamınızın salam verir. Çok sağ ol. Hamınızın salam tebrik ediyoruz. Biz ona salam göndəririk. Sağ ol. Mübarək Şimdi ne bileyim bak diye bu yakın Naxçıvandan Fazil gelipti. Kuba'da ne bileyim Hürrət gelir. Biraz o taraf Kusar'dan Yağıbey gelir. He, en yaxın yerlərdən də. en yakın yerlerden gelirler. Uzaq yer. Sağ ol. Tebrik ederim kardeş. Sağ ol. Bundan gəldi. Ağlama, hamı sağdı, ağlama. Ardılbağı. Beşir. Tavber. Maşallah. Sana tebrik. Sana bir anlamadan. Tanıyır. Anladın mı? Ne diyorsun? Ömrü değil. Sen yazar. Hep bilin. Hep sağ ol verdiler. Sakın vakit özü. Ben geldi buradan. O mədəni, yoxdur. Gəlməli Ehtiramın anası. İkinci, Abbasov bir yaxşı təklif elədi. Ağlıma batdı. Hərə öz haqqında kısaca bir informasiya versin də. Ailəliyəm, 3 övladım var, məsələn. Ulan yerde de işleyirik. Hə, oxuyurlar və yaxud da... Ben evladım çok olsa söyle, yarsın demək olar. Yox. Bəşir, onun böyründə, Abbasov Fazil, Naxçıvan, onun böyründə, Sərdar, Fazilin böyründə, Şabaxı, İlk Sefi burada. Ondan sonra Məhəbbət, Həsrət. Biz 101 nəfər oxumuşuq. Bunların 3 nəfəri Allahın rəhmətinə gedib. Onlar Allah qəni rəhmət eləsin onlara. Deməli, bugün bizim gözəl günümüzdür. Təşkilatçılara əvvəlcədən minnətdarlığımı bildirirəm. Deməli, müəllimlərimizin də ölənlərinə Allah rəhmət eləsin, qalanlarına can sağlığı. Bu gün elə rektorun da canı Allah sağ eləsin, Vaqif müəllim, Zavur müəllim, Nizam müəllim orada iştirak edin. Bizi istəyib iştirak edənlərin hamısına minnətdarlıq edirəm. Hər birimiz oba idik, kənd idik. Uzaq kəndin xatirəti qənd idi. Axır gəlib bu ünvana bənd idik. İmtihandır bu dünyanın dərsləri, nəticə ötdü tələbəlik illəri. Eyni zamanda gözəl müəllimlərlə görüşməyimiz və bizim 25 ildən sonra görüşməyimiz. 25 yıl oradan da bir igidin ömrüdür. Hamıları öpürəm, hamınıza xoşbəxtlər duyuram. Arzu edirəm ki, bu stolda oturduğumuz cərgədə o stollar boşalmasın. Gün olsun, hamımızın balaların toyunda görüşək. Bütün arzu edirəm ki, kimi evladına nə xoş arzusu var, ona çatsın, həyatında həmişə yaxşılıqdır. Vay kasete düştün. Tarih olarak gelenin iyun ayının ahırıncı şembe günü. İyun ayının. Amin, Allah arzumu yerine yetir. Kimin elə bil nə arzusu var, Allah ürəyində qoymasın. Bütün kimin ürəyində nə arzusu var, Allah onların hamısını həyat etsin. Sağ ol. Fazıl deyən dedi. Deyim. Bu belə bu görüşü təşkil edənlərin hamısına minnətdarlığımı bildirirəm. Sağ olsunlar. Bu təşkil olmasaydı bir-birimizi görməyik. Bu gün səhərdə kim nə bilir, hələ bir tərəfdə var. Ən sevinçli günümüz. Yəni
İndən beri hardasa bizim mənim şəxsən mən özümü deyirəm, inşallah bu daha olsun. 20 il mənim ömrüm uzandı. Mən çox şadam ki, bugün bura yığışmışıq. Çox sevindirəm. Allah hamısının canını sağ eləsin. Mənim üçün İnanın Allaha bundan bəlkəm də əziz gün olmayıb həyatımda. Doğrudan da çox cavanlaşdım, çox çətinliklər gördüm. O həyat beləymiş, o ata hesabına yaşamaqca bunları hamısını Allah Teala burnumdan tökdü. Bir dənə qəbir görməmişəm. Əskəri gördüm, türmə gördüm, ondan sonra bir dənə o qalıb. Allah köməyiniz olsun. Allaha ant verirəm öz izzət-i camalına sizi heç vaxt namərd adamlara möhtac eləməz. Qardaş, bir daha hamımıza, burada oturan yoldaşlara da bizlə burada iştirak eləməyib, 5 il bizlə çiyin-çiyinə döyüşüb, vuruşub, oxuyan, şıltaqlıq həyat keçirdiyimiz dövrlərə hamısına can sağlığı var. Arzu edirəm ki, axırıncı olmasın, bu davamlı olsun. Bir də 2 dənə balamız, evladımız maşallah burada iştirak edirlər. Arzum odur ki, hamımızın evladlarımız var. Bunlar da daha özümüzün yaşımız ötür keçir. Bunlar da imkan daxilində bir-birinə tanıdağın. Qoy bir-birlərini tanısınlar, bilsinlər. Hər bizə can sağlığı arzu edirəm. Hər bir möhkəm danışsan, hər bir möhkəm danışsan. Dörd o qədər yer, uşağın burada 10 Maşallah, Allah sağlık. 5 il institut oxumusunuz. Elə istəmədim. Mən ölüm bazar günü hansız məktəbə getmişsiniz? Bazar günü. Sən öyle bir gece ne ter vurdumsa o bütün çekirgede vardı onu tutarak almış. Hoşuna. Şimdi ömrler olmuş size ne ter vurdumsa tezden durdum. Öyle bildim ki birinci gündü ya. Durdum ki indim elbisimi yudum yüzümü kırttım. Kitabı defter vurdum koltuğuma gittim. Agrobağın kabağına. Agrobağın kabağında hiç kim yok. Balkonun binasının neter gördümse başladım mertebeler saymaya. Açtım yere başladım mertebeler saymaya. Şimdi kar kombinası buradaydı ben ağzı böyle geliyorum. Mertebeni sayacağım, Rukun da ağzı burada. Kum. Ha bir bulan. Şimdi aylar dala bakan görele itibar ne var? Demem girmir. Çifte bir istəyirəm. Kısımın biri düşür. Diz buradan patlayıp təzə şalvarı alıp dedem. Kişinin üzrə qəbula gedir də nə? Şalvar buradan bura paralanıb. Bunu başqadakı ağır başqa. Kol buradan patlayıp kan süzüb atlanacaq. Kişi çatırınca skoruya zəng gelirlər, skoru kişiden qabaq çatırlar. Hamıya can sağlığı arzu edirəm. Ailə saadəqləri. Çox sözlər deyildi, tələbəçilik idi, əziz günlərdir, əziz xatirələrdir. Bugünkü günə görə, təşkilatçılara görə tələbəçilikdə xoş xatirələr olur. O cümlədən də bayaq Fazil'ə göz elədim. Fazil'lə də bizim bir xoş təşkilatımız olub. Hamımıza xoş arzularımı bildirirəm. Mən sizin hamınızı salamlayıram, hamınızı bağırmamaq mən də çox şadam. 25 il, bu ne kadar bir söyle, səmiyyətdən danışsa da 25 il bundan qabaqki insanlar deyil. Gün o gün olsun ki, bir dəqiqə bağışla, gün o gün olsun ki, bütün ərazilərimiz geri qalsın. Gedək orada oturan, duran. Amin. Mən ən çox həyatda istəyim buradan, bu vaxtın yazaqdır. Yəni istəyirəm ki, belə olsun. Allah o ölənlərin səsini yerdə qoymasın. Dostlarımız, tələbə yoldaşlarımız, qardaşlarımız. Bir dəqiqə eşidək. Ben burada deyilənləri bir də təşkil eləmək istəmirəm. Çünki burada hamının ürəyindən keçənlər eyni şeydir. Bunda dedilər, bir də vaxt almaq istəmirəm. Təxminən 2 il bundan qabaqdır. Telefonu verdim ona, Qafara gələndə zəng eləmişdim. Qafarda sağ olsun Tovuzdan durub gəlmişdi. Saat 11-də Qafarla görüşdük burada Gəncədə. Ailə Qafarla bir yerdəydik. Bir saat çəkməli üçün zəng elədi ki, mənə bu nömrəni veriblər ki, bir tələbə yoldaşım gəlib. Kimdir gələm? Naxçıvandan. Dedim, Naxçıvandan kim olar? Dedim, Naxçıvandan çoxudur uşaq. Amma da uzatmadım da özüm tapıb, neyini ardı topadım. Səsimlə nəvdir, telefonla danışmaq. Dedim, Fazil adlı adam oxuyur desinlər, necə oxumur, daha qardaş ne desəm belələr. Nə vaxt qaydasın? Dedim, axşam saat 11-də qatarının qaydasının başıyım. Dedim, mən Qəbələdəyəm.
Saat biz danışanda bir 12-1 olardı. Uzağı saat 5'e orada. Bak uzağı. Dedim yaxşı. Qafarla gəzə-gəzə getdik yataqxanalara baxaq. Elə 2 nömrəlinin qabağındaydıq. Bu köprünün yanında, Tim Korpusdan aşağıda köprünün yanında bir yeməkxanada çörək yedik. Burada getdik, oralar gəzdik. Elə oradaydıq, sen zəngələr ki, mən çatmışam Gəncəyə. 5'e demişik, 5 deyildi, 4 olardı, hardasız. Dedi 2 nömrəli yataqxananın qabağındaydıq. Hardasın da dedi, elə orada gözlərin gəlir. Nəsə gəldi, görüşdük. Nəsə gətirdi bizi bu, o qəbul imtihanı verəndə qapıdan çıxırdı. Ondan biraz aşağıda çayın qırağında bir yemək, balıqçılar tuturdular. Getdik, oturduq orada. Mən indi hamı deyir ki, Venetiyaya baxıram, yadıma düşür belə elə. Bu hamıda o bir şey var. Hamı elə bir ki, mən eləyəm, mən bunu fikirləyəm. Amma deməli elə hamı elə otur. Hamı bir cümlədir elə o ki. Mən orada, səndən bilmirəm, xatirimdədir, yox, qafar da oradaydı. Dedim ki, mən sənə böyük bir iradım var. O vaxtı institut oxuyanda kustomudum, özdə layiqli kustomudum da, özü aparmağı bilirdim, axlıqqa sənə hörmətlə yanaşıdıq eləydik. Amma gör neçə ildir institut tutarmışıq, dedim, deyirəm nə deyəsin. Dedim, nə deyəcəyim? Dedim, niyə uşaqları bir yerə yığmaq? Dedim, düz deyirsən. Dedim, fikrimdə var, 25 illikdə bunu təşkil eləyəcəyim. Hamıdan təşəkkür edirəm, hamıdan can sağlığı. Tədbirə çalışaq ildə bir dəfə də, olmasa da digər tədbirə. Məsələn, görüşək, əlaqə saxlayaq. Bayaq mən o təşkilə də verdim. Bir vərək götürək, hamımız olaraq qabiliyyət verib, gözəl danışdım. Mən deyim ki, Allah Teala insana bir ömür verir. O ömür də 50 olacaq, 15 olacaq, 100 olacaq, o Allah'ın payı. Bu ömür payında İnsan xoşbəxt günlər, aylar, illər nəsib olur. Amma bizə nəsib olur. Bugün də Allahın xoşbəxt bəndəsiyik ki, Allah Teala bizi bura cəm edib. Efendim zəng elədi. Dedim ki, sən məni yaşatdın. Mən dedim, bax bugünkü gün Allah Teala ömrümüzə, günümüzə yazsın. Xoş bir gün kimi. Çox gözəl. Allah Teala hamınızı xoşbəxt eləsin, balalarınızı da xoşbəxt eləsin. Tamerlan Abdülbağ müəllimin oğluyam. Özüm Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsiyəm. Məndə olan məlumata görə əvvəl atam həkim olmaq istəyib, amma müəyyən səbəblərə görə ola bilməyib. Başqa sahəni oxuyub. Mən bir növ atamın arzusunu davam etdirirəm. Özüm Tibb Universitetinin tələbəsiyəm. Mən bugün atamın dostların, tələbə yoldaşlarını gördüm. Fəxr edirəm ki, atamın belə tələbə yoldaşları var. Hamısını öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ ol ay oğlum. Edgar, sən nə deyəcək? Mən Rasul Edgar, Yağbənin oğlu. Şöyle mən təşkil edək ki, yığıblar. İndi mən sizi təbrik edirəm 25 il yubileyinizə. İnşallah yenə də yığışarsınız və bir də bacımın toyuna gəlirsiniz. Görüşürüz.